Az şərtli işlərdən bəhs etmək istəyirəm mən sizə yoldaşlar, az şərtli işlərdən. Bu o deməkdir ki, nə deməkdir ümumiyyətlə az şərtli iş dedikdə? Yəni daha az şərt qoyurlar sizin qarşınızda, daha az meyar qoyurlar sizin qarşınızda tələblər bölümündə. Yəni daha çox insan müraciət edə bilər həmin tipli işlərə. Normalda yəni başqa şirkətlərdə həmin iş üçün daha çox meyar olduğu halda adətən, amma bəzi şirkətlər daha az şərtdən sizi işə götürə bilir. O meyarlar üzrə mən sizə daha az şərtli belə deyirəm, sadə dildə. Bir neçə variant var, mən sizə bir neçə variantdan bəhs etmək istəyirəm. Gəlin ilk öncə, misal üçün, qaya nəqliyyatda olan ofis meneceri işindən bəhs edeyim. Misal üçün, bu ofis meneceri işidir yoldaşlar, nəqliyyat üzrədir, amma məsələ burasındadır. Kompüter və ofis avadanlıqlarından istifadə bacarığınız varsa, ofis proqramlarını bilirsinizsə, şüzar ünsiyyət etiqanız varsa, 30-50 yaşlı şəxsinizsə, fərq eləmir xanımsız ya bəy və misal üçün, iş təcrübəsi tələb eləmir. Burada misal üçün 1000-2000 manat maaşlı olan bir işdir. Bura müraciət edə bilərsiniz. Bundan əlavə, mən sizə təlim koordinatoru işindən bəhs edə bilərəm ki, normalda yəni təlim koordinatoru çox şey tələb edir, amma az variantı var. Misal üçün, Banking and Financial Training Center'da tələb edir ki, minimum naatama mali təhsiliniz olsun. Heç olmasa, yəni naatama mali təhsiliniz olsun. Sosial şəbəkələrin idarə edilməsi, reklam yerləşdirməsi, kontent hazırlanması, sorğuların cavablandırması kimi sadə məsələləri bilin. Ofis avadanlıqlarından, ofis proqramlarından istifadə biliyiniz olsun, qabiliyyətiniz olsun. Bundan əlavə yoldaşlar, mən sizə digər işlərdən də bəhs etmək istəyirəm. Misal üçün, kompüter operatoru işi var, Libbonadi Hospitalda. Əgər sizin, misal üçün, orta ixtisasınız varsa, heç olmasa, sürətli yazı qabiliyyətiniz varsa, ofis proqramlarında işləmə bacarığınız varsa, kompüterdən aktiv istifadə bacarığınız varsa, misal üçün, Libbonadi Hospitalında belə bir iş imkanı var. Sonra uğur endüstriyada direktor asistent işi var. Ümumiyyətlə, bu aralar, bu ay daha doğrusu çoxlu direktor asistent işi olmuşdur. Onlardan, misal üçün, mən ən yüngüllü, ən az şərtli olandan belə deyim, misal vermək istəyirəm bunu. Məsələn, bu ali təhsil tələb edir, 1 illikdə iş təcrübəsi tələb edir bu sahədə. Xırdalan şəhərindədir və təbii ki, ofis proqramlarını bilməyi tələb edir. Və servisləri də var, Bakı və Sumqayıt şəhərlərindən iş yerinə servislər çatdırıla bilirsiniz. Sonra ofis assistent işi var, 1000 manata yaxın Remaxadır. Dünyanın aparıcı daşınmaz əmlak brendlərindən biridir. 25-45 yaşlı şəxs olmalısınız, yoldaşlar. Ali təhsilli olmalısınız, xanım olmalısınız, ingilis dilini sərbəst bilməlisiniz, ofis proqramlarını yaxşı səviyyədə bilməlisiniz. Belə bir iş imkanı da var. Bundan əlavə, Karacada iş var, yoldaşlar. HR sənədləşmə üzrə, əmək məcəlləsi üzrə baza bilikləriniz olmalıdır. Juniorsunuzsa da müraciət edə bilərsiniz. Ali təhsil tələb edir, ofis proqramlarını yaxşı səviyyədə bilməyi tələb edir. Bundan əlavə, mən sizə başqa birindən də bəhs etmək istəyirəm. Deməli, o isə HR optiondadır. 20-30 yaşlı şəxslər üçündür. Hətta son kurs tələbələr də müraciət edə bilər. Ali təhsil tələb edir, satış sahəsində 6 aylıq iş təcrübəsi tələb edir. Bu şirkətdə də tez-tez vakansiyalar olur. 400 manat verir bonusla bərabər. Bu, misal üçün, gənclərə daha çox sərf edə bilər. Əhmədli Rəcəbli küçəsindədir və sonra yoldaşlar, bir də marketinq üzrə işçiyə ehtiyac var. Əgər ali təhsillisinizsə, ofis proqramlarında ilkin bilikləriniz varsa, planlaşdırma və problem həll etməyə marağınız varsa, analitik düşünmə və öyrənməyə açıqsınızsa, bu işə də müraciət edə bilərsiniz. Bu işlərdə müraciət etməkdə 700-800 manatlıq bir işdir, yoldaşlar, bu iş Ağşəhərdədir. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə, və yaxud da digər işlərlə də tanış olmaqsınızsə, ümumiyyətlə iş tapmanızı setini çəkirsinizsə, ona bağlı dəstəklər üçün əlaqə vasitəsində mesaj yazа bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu əgər TikTokda görürsünüzsə, o halda bu videonun adının altında Toğrul Əzov sözü yazılıb. Həmin o sözə toxunaraq Toğrul Əzov adlı TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Yox, əgər siz bu videonu YouTube'da görürsünüz, o halda elə videonun adının özündə elə əlaqə vasitəsi qeyd olunur.